Heç nə yoxdur. Burada yaxşı ailələr var. Ayı imkan verir. Gəlir qaban, ay dolur qapıya. Keçib gedib əhali, heç kim qalmayıb. Burada onu mütləq şəkildə vurğulayım ki, əlin dona bilər. Sabahınız Necəsiz? xeyir olsun. Biz gəlmişik Kükü kəndini çəkməyə, tanıtmağa, bir burada nə var, nə yox. Bir Kükü sakini kimi. Burada heç nə yoxdur. Burada yaxşı ailələr var. Ailələr var. Gecələr gəlir, bütün cəmiyyətin meyvəsinin, ağacların, donuzlar, vəhşi donuzlar. Bax budur. Görürsünüz? Hamı köçüb gedir. Niyə? Dolanışıq üzündən. Dolanışıq yoxdur. İşsizlikdir yəni. İşsizlik. Bizim vaxtımızda 650 nəfər məktəbdə uşaq var idi. İndi neçə nəfərdir? 25. 650-dən 25 nəfərə. 25-ə. İndi gör nə qədər cəmiyyət köçüb gedib. Canavarlar 8 dənə, 9 dənə inək yeyib. Bax bu təzə bu 10 gün içində. Cəmiyyətin heyvanların yeyir, heç kimdə saxlaya bilmir. Neynəsin? Bir dənə vəhşi donuz deməli hər dəfə 7-8 dənə bala verir. Gör nə qədər artım olur. Bax bu kənddə bal tapılmaz. Şapuzun balı məşhurdur halbuki. Uzun dövrdə elə bizim öz kəndimiz, Kükü kəndinin balı məşhurdur. Niyə? Ayı imkan verir. Zamanlar hamısı çəkildi işin dərdindən getdilər. Bizi də vəhşi heyvanlar qasıq saldı. Naxçıvan Muxtar Respublikasında Kükünün cəvizi, alması, balı bunlar məşhurdur. Meyvə vaxtı mən gecə yatmıram. Ayını qavalırsan oradan bütün yeməyi, meyvəni yesin. Hamımız bütün butaqların yol hamısını yığır, qoyur yerə. Dövlət bizə torpaq verib, o torpağa sən aralıda yox, ötürənmirsən. Keçib gedib əhali, heç kim qalmayıb. Belə ancaq biz yaşda, bizdən yuxarı yaşda adamlar qalır, cavanların hamısı yox. Çıxıb gedib iş yoxdur, ona görə 500-400 nəfər biz oxuyan vaxtı var idi tələbə, indi 28-30 belə tələbə var. Bəs bax dediniz ki, çox adam çıxıb gedib. Siz nə əcəb qalmısınız? Bizdə atamız, anamız qapır da, qoca kişidirlər, qocadılar. Bir də nəsə deyim, elə qalmışıq da, indi düz qalmışıq, səhv qalmışıq. Son vaxtlar canavar çoxdur, hücum edirlər mal heyvanı, inəkləri. Bir şey ki, inəyə də hücum edirlər. Ay bu il biraz azdır, keçən il zat kənddə cəmaatın içində donuz var, buralarda cazib eləyirdi. Yəni insana da xəsarət yetirmə. Bir-iki nəfəri belə dəymişdi yalanla. Ha, donuz. Kim yaşayırdı burada? Evdə rəhmətli Nəsib kişi vardı, Nəsib kişi. O yaşayır. Onlar SSR dağılım vaxtı oğlu Ələddin mənlə oxuyurdu. Çıxdı getdi Bakıya iş dalınca. Burada iş yox idi. Atası da orada rəhmətə getdi. Qardaşı Gül oğlan var, o da Bayxırda qalır. İndi bu evdə yaşayış yoxdur. Belə evlər çoxdur ümumiyyətlə. Belə evlər çoxdur. Bu kənddə də ayıdır, qabandır, canavardır. İmkan vermir. Bax, mənim özüm xəstə adamam. Aparıb malları ötürəm yerə, canavarları mən qavub aparamıram. And olsun Allah, 7 dənəsi tökülüb mallarımı yeyirdi. Yəni sizin silahınız olsa istifadə edə bilsəz, rahat olar. Gözdən əliləm, mənim gözüm görür. Təsərrüfat get-gedə azalıb. Məsələsi, qabaqca bu kətdən 7-8 sürü çıxırdı. İndi bu kətdən çıxır 200 baş dəyər. Örüş yerləriniz var? Örüş yerlərimiz çoxdur. Kənd sakinləri vəhşi heyvanların mal heyvanı, eyni zamanda əkin sahəsinə vurduğu zərərdən danışmışdı. Burada gördüyünüz qoz cəviz ağacıdır. Bunu vəhşi heyvanlardan qorumaq üçün məhz bu cür vasitələrdən istifadə ediblər. Bax görürsünüz, seqqadır, şverdi ağaçdır. Gəlir qaban, ay dolur qapıya, zulümlə əkirəm, baxın. Bax, mən yoxsa mən bunu neyinəm? Bir əncək görürsən, qolay tamısı bunlar. Seyfəddin dayının bildirdiyinə görə kənddəki bütün körpüləri kənd cəmaatı özü öz vəsaiti, zəhməti hesabına salıb. Biz elə bir bu körpünü işləməmiş, körəyi oradan daşıyıb əldə gətirirdik. 2022-də bu körpünün təməli qoyulub. Bu körpünü sıfırdan başlayıb özümüz işləmişik. O belə böyük daşlardır, böyük daşlar. Daşlardır. Ha, o daşları saldıq, hamımızın hörə-hörə gəldik. Şükür, indi maşın düz gedir qapıya, irahat. Buğdamızı götürür, kənd təsərrüfat mallarını nə qədər istifadə elədiyimizin hamısı var, oradan götürür. Yəni burada onu mütləq şəkildə vurğulayım ki, bu yol əgər salınmasa, bu körpülər olmasa, bu kənddə təsərrüfat işləri ləngiyir. Yəni böyük zaman itkisi olur. Çünki daşınmalar çətinləşir. Ona görə də kənd cəmaatının öz vəsaiti, öz zəhməti hesabına gördüyü bu işlər həqiqətən də təqdirə layiqdir. Gördüyünüz bu Kükü çayı mənbəyini əsasən Gürbulaq şəlaləsindən götürür və o qədər sərindir ki, uzun müddət əli burada saxlamaq mümkün deyil. Yəni əlin dona bilər.
və hətta biz burada qayaların üzərində buz parçalarını görə bilərik. Bu suyu yüngül sudur. Elə sular var ki, içəndə insana təsir edir, adama təsir edir. Yəni nə qədər içsən belə narahatlıq yaratmır. Narahatlığın yoxdur. Yüngül sudur. Kəndin aşağısına gəlirlər, bu sudan doldurub aparırlar. Hələ qəşəng sudur. Xuraman iş başında. Aha. Əla. Yeməyin, gən gedib orada suyun var. Çox gərili yerdir. Məsələn, gəlirlər, gedirlər, dincəllər. Kürbulaq var, suyu var, Qırxbulaqdır, Orcalı Piçəndir. Bunların qəşəng bulaqları var. Şərəfin gözəsidir. Yayda Antalyanın Kükün fərqi yoxdur. Hələ maşın çox olur. Və sizə bir xeyri dəyir bunun? Bizə xeyri odur ki, elə bir gəlin məsələsi, gedir cəmaat orada istirahət eləyəndə cəmaatın məsələsi heyvanın yadını alıb apar burada yeyib eləyirlər. İstirahətlərini eləyirlər. Kükü kəndinin demək olar ki, ən ucqar nöqtəsinə qədər gəlmişik. Buradan o tərəfdə artıq yaşayış yeri yoxdur və sakinlər bildirir ki, yaşayış yeri olan yerə qədər qaz və işıq xətti var. Kükü kəndinin bir əsrlik yaşı olan evi ilə sizi tanış eləyəcəm. Bu evin əsas önəmli cəhəti ondan ibarətdir ki, heç nəyi dəyişdirməyiblər. Sadəcə olaraq divar rənglənib və qırılan şüşələr yenilənib. Bu evin sahibi Mirisa ağa olub. Onun Elm və Həyat jurnalında şəkli haqqında məlumatlar yazılıb. 103 il yaşayıb və 102 yaşında ot çaldığı zaman onun şəkli çəkilib. Bu evdən sizi yaxından tanış eləmək istəyirəm. Gəlin bərabər içəri girək. Şəkildə gördüyünüz sağ tərəfdən birinci Mirisa ağa və onun həyat yoldaşı, digər şəkildəkilər isə Mirisa ağanın oğlu və onun həyat yoldaşıdır. Bu otaqda isə hər kəsin diqqətini çəkəcək çox maraqlı bir görüntü ilə qarşılaşmışıq. Burada biz təndir görürük. Bir əsr əvvəl bu evin içində hər kəs oturaraq kürsü qurub Kükü kəndində biz ağsaqqalları danışdırdıq, kənddə qarşılaşdığımız hər kəsi danışdırdıq və düşünürəm ki, danışmağa ən çox söz haqqı olanlardan biri də Səidə xanımdır. Siz Kükü kəndində işləyirsiniz, məktəbdə işləyirsiniz, ingilis dili müəllimisiniz. 1988-ci ildə Azərbaycan Dövlət Dillər İnstitutunun İngilis-Fransız dili fakültəsinə daxil olmuşam. 93-cü ildən bu kənddə məktəbdə ingilis dilini tədris edirəm. Bizim kəndin məktəbin yetirmələri saysız hesabsızdır. Hətta xaricdə belə təhsil alan və ya xaricdə işləyən bizim tələbələrimiz olub. Bəs universiteti bitirib bura qayıdırlar? Az. Yəni ən çox üstün tuturlar xaricdə təhsil almağı. Təbii ki, biz indi dedik, tibb universitetini qurtarıb burada indi kənddə işləmək istəməz və yaxud da başqa İqtisad Universiteti, başqa universitetləri qutarıb nəsə qabağa getmək, bir texnika ilə bir şey yenilik əldə eləmək istəyirlər. Bizdə də o biraz məhduddur yeniliklər eləmək üçün. Qışda heç bir iş görmək olmur, insanlar hərəkətsiz qalırlar. Yəni bir də başqa bir işlərlə məşğul olmaq məhdudlaşır deyə uşaqlar da ondan kənarlaşır. Özləri üçün bir düzən qurmaq istəyirlər ki, daha bir əlverişli şərait olsun. Bugün bizim əsas bələdçimiz Ehtiram idi. Ehtiram, yorulmadın? Yox, Sizin sinifdə 2 nəfər var. Qızdır yoxsa oğlan? qız. Bəs sinifdə, ümumiyyətlə məktəbdə hansı sinifdir ki, uşaq ümumiyyətlə azdır? 3-cü sinif. Neçə nəfər var? Bir uşaq. Şükürdəki çəkilişimizi yekunlaşdırdıq və biz artıq Naxçıvana qayıdırıq. Sakinlər bizi çox mehriban formada qarşıladılar. Kükü kəndi ilə bağlı infrastruktur baxımından əslində ciddi problemlər yoxdur. Yəni yoldur, sudur, qazdır, işıqdır, internetdir, məktəb binasıdır, xəstəxanadır. Bunlarla bağlı vəziyyət qənaətbəxş hesab eləmək olar. Ancaq burayla bağlı əsas problem Vəhşi heyvanların kəndə hücum eləməyidir. Əkin sahələrini yararsız hala qoyurlar, mal-qaranı tələf eləyirlər. Təbii ki, bu problemlər diqqətdə saxlanmalıdır. Bir də ki, kənd əhalisinin, yəni gənclərin daha çox digər şəhərlərə, şəhər mərkəzlərinə axın eləməsidir. Bununla bağlı problemlər həll olunarsa, kənd daha da inkişaf eləyər, çünki turistik bir məkandır. Kükü kəndinə gəlmisinizsə mütləq şəkildə fikirlərinizi bildirin. Burayla bağlı nə düşünürsünüz və bizim növbəti videomuz hansı kənddən, hansı rayondan olsun? Bununla bağlı da təbii ki, fikirlərinizi yazmağı unutmayın.